ən sonda listlərə baxmışdıq, düzdür? Listlərimiz dedik ki, 2 cür olur. OL-imiz var və UL-imiz var. Biri ordereddir, biri unordereddir. Yəni biri rəqəmləndir, biri balıqlarlandır. Keçirik indi nəyə? Gəlik burada table'ların. Gəlin buradan table'ların içərisinə. Klik elədim axı. Hə. Table'lar nə üçün istifadə olunur? Adından da gördüyünüz kimi cədvəllərin qurulmağında table'lardan istifadə edirik. Bəs bu table dediyimiz necə olur? Gəlin bura. PS bağlamışam. Bağlamamışammış. Nəysə, olsun. Gəlin bir dənə table tagımı açıram. Mənim table'ım 2 yerə bölünür uşaqlar. T head'im var, bir də T body'm var. T head'imi açdım. T body'yi açdım. T head mənim kolumlarımın başlıqlarını bildirir. Yəni table'ımda atıram olacaq ad, soyad, yaş deyə 3 dənə kateqoriya qoyum. Deyirəm ki, T haşım var bir dənə. Name'dir. Daha sonra bir dənə T haşım yenə var. Surname'dir. Bir dənə T haşım yenə var. Bu da age'dir. Və bunların hamısını alıram bir dənə TR-nin içərisinə. TR table row deməkdir. Uzunluğa olanlar rowlardır, dikey olanlar kolumlardır. Gəlin T body'nin içərisində də yenə eyni şəkildə TR-mi açıram. Amma burada artıq TH yox, TD-lərdən istifadə edəcəm. Yəni table'ın datalarından. Birinci TH-ım nədirsə, onun altına həmin TH-a uyğun datanı yazmalıyam. Gəlin birinci name deyək ki, kim olsun? Namik olsun. İkinci TD-im nə idi? Surname, düzdür? Gəlin, surname nədir? Bir dənə də TD-im var. Burada age 20. Okay. Save elədim. Gəlin dokumentima baxıram. Və bu TR-ni kopyalayıram. Birdən daha çox tələb üçün olanda eyni şəkildə görsənir. Və gəl mən buna table-ın aralarında xətt düşməyini istəyirəmsə nə edəcəm? Bilənlər. Ara verirəm. Dayan. Table-ın içərisində border 1 verirəm. Yes. Gəldim border 1 verdim. Neynədir? Mənim table-ımı mənim üçün düzəltdi. Sizin dediyiniz TSL, T-row-u, daha doğrusu cospanı falan demək istəmirəm bugün. Sabah deyəcəm. Sabahdan artıq semantik təqlərə keçəcəyik. Gələk belə bir şey eləyək. İndi bir dənə table-ı mən deyəcəm, siz qurasınız mənim üçün. Name, surname olmasın. Neyək? İşçilər üçün bir şey eləyək. Gələk, table-da nəyimiz olacaq? Deyirəm ki, birinci sırası table-da, yəni 1, 2, 3, 4, 5 olaraq düzülməlidir. Sıra. Ad, soyad, daha sonra department. Hansı departmentdə işlədiydi? Yəni bu IT-yə mi bağlıdır, HR-a mı bağlıdır, programmingə mi bağlıdır və s. Nədir? Kommentdən çıxardım. Okay. Department, sonra salary. Yox, deyəsiz mən yazsam. Salary, department, bir də position deyək. Kollarımız bunlar olacaq. Kimlə söhbət eləyək, gözlə görək. Fərəc. Başlayaq. De yazım. Oo, yatmışdı. Yox, table-ı qurma. Açaq. Söndün sən deyən. Ayşə. T head'imi yarattım. Sonra T body'mi də yarattım. Bu da yatdı. Fərid. Yes. Gələm TR-mi açıram. İçərisində. Okay, de.
Okey. Sıra. Ad. Soyad. Department. Sonra maaş. Bu niye erməni kimi oldu? Yarısı Azərbaycan, yarısı. Yəni, salary. Axırıncı position. Yəni bunları düzəldəcəm. Gözümə batır. Okey. Body. Sən deyən, sən okeysən. Sən tutdun deyəsən. Yəni, Hikmət nə var orada? Nə edirsən? Degos. Hə, de görək. Yes, order. Birdir. TH nəyini? Denən görüm. Nəyini deyirsən? De görüm. Yes. Onlar çox belə deyim, istifadə edəcəyimiz bir şeylər deyil. Yadınızda olmaq qəşəng bir şeydir. Pis bir şey deyil. Ay şey. Olmaz. Yadınızda olmaq problemi bir şey deyil. Sadəcə çox gərəklidirmi? Yox. Yavaş-yavaş unudun getsin bu lazımsız şey. Gəlirəm nə edirəm? Name. Kimi işə götürək? Aha, Yusif gəl. Yusif. Bədəl. Hansı departamentdə işlədirsən? Ged işlə HR-da yaxşı. Salary. 15 sənədə tökülmüşdü. 5 manat. Minimum. Yer. Position. Yani junior değilsen bu maaşı alırsan zaten işten çık. Junior. Bir tane TR yarada. Kimi götürək işe? Kimi götürək, kimi götürək? Aha, Emil. 2. Emil soyad. Ha, sen development'e götürəcəm. Hətta development eləyək. Ne eləyək? Intern eləyək. Ha, belə. Ən əvvəl 1345 manat. Ha, bunu dəyirmə eləyək. 50. Yer. Sonra bir nəfər də götürək table səliqəli görsənsin. Fərəzkiyə görün. Hə, yaxşı, yaxşı. Sən çox ürəkli şeylərdin. 3. Yanır soyad. Harada işləyirsən? Gəl sən hara götürək? Backenddə də sən götürək. Karyeramı dəyişdirdi. Quru çörək içdi. İndi bura nəyi yazaq? Mühafizə başlayırsın ha. Gizir. Taxı. Deməli, nə edirik? İndi bunun hara? Aha. Yusif 2 dəfə işə girib 345 manat alırıq. İstəyir ki, bir 700 manata tamamlayım, az pul manatın pul çıxsın. Gəlirik nə edirik? Bunun borderlərini düzəltməyə çalışırıq, düzdür? Onu nə ilə eləyirdik? Məhəmməd. Niyə? İndi dedik. Raysa. Hara getdi mənim table'ım?
Hə, bunu sil. Gəl bura. Border 3 yazıram. 1 yazanda olur ancaq. Yox. 2 yaza bilərsən, 3 yaza bilərsən, bu sənin borderin qalınlığını işarətləyir. Prosta bunun rəngi niyə belə oldu, bilmirəm. Böyük ehtimal ki, extensionla bağlıdır. Hə, table'larla buyur. Hə. Onlar da bundan yaranır. Sadəcə orada hazır CSS-lərdən istifadə edirsiniz deyə rahat. Yəni gəlib bootstrap table. Adamlar sənə hazır table verirlər. Gəlsən bunu kopyalayırsan. Bax, sənə hazır bir dənə table verir, düzdür? Kopyalayıb atırsan, işləyir. Yes, generator da eləyə bilərsən. Hazır CSS verir, bunun üzərindən işləyirsən yəni. Və table çıxmazdan əvvəl belə deyim. Daha doğrusu CSS-də belə bir şey var ki, divləri boxlarınızı yan-yana qoymaq üçün ən əvvəllər ilk versiyalarda table'lardan istifadə olunub. Niyə? Çünki yan-yana qoymaq üçün grid sistemi yoxdur, flex yoxdur. Bunu bilənlər üçün deyirəm, əlavə olsun deyə. Bunların heç biri yoxdur deyə sən yan-yana divləri qoya bilmirdin. Bu zamanda saytın çirkin olurdu. Düzəltmək üçün nə edirdilər? Adam əziyyət çəkirdi. Full saytı bir dənə table'ın içərisində yazırdı. Gəldi məsələn burada şəkil olacaq, şəkili bura qoyurdu. Yazını bura qoyurdu, button bura qoyurdu. Ondan sonra Allah köməkləri olsun qardaşlarım, flex çıxartdılar. Rahat çörək qazanırıq. Belə. Sual varmı table-la bağlı? Fərəz? Gözəl. O zaman break eləyirsiniz. Tamamda gəlirsiniz, praktikamıza başlayırsınız. Praktikada bunlardan əlavə hansısa bir tag varmı? Və qalanlarım zaten semantik taglərimdir. Bir də formum qaldı. Hə? Tef2 lazım.